Diqqət, diqqət! Danışır Xalq jurnalistikası. Salam, axşamınız xeyir. Studiyada Elvin Basqallı, efirdə son xəbərdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ilə təkbətök görüşü olub. Leyla Əliyeva Şəki şəhər Uşaq İncəsənət Məktəbində olub. Bu barədə o Instagram səhifəsinin hekayə bölməsində paylaşım edib. Leyla Əliyeva ziyarət zamanı pianoda söz olmasaydı mahnısını ifa etdiyi videonu izləyiciləri ilə bölüşüb. Bugündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib. Bu rəqəm kişilər üçün 2021-ci il iyunun 30-da tamamlanmışdı. Qeyd edək ki, minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir. Qısa bir izah da verim ki, bu vaxta qədər qadınlar daha tez pensiyaya çıxırdılar yaşa görə, amma bugündən etibarən artıq kişilər də, qadınlar da 65 yaşında yaşa görə pensiyaya çıxırlar. Davam edirik. Sumqayıtda Teplovoz dəmir yolu keçidində benzin daşıyan tırla toqquşub. Sürücü dəmir yolu keçidində qaydaları pozaraq hərəkətdə olan Teplovozun qarşısına çıxıb. Toqquşma nəticəsində Teplovoz reysdən çıxıb, avtomobilin sürücüsü xəsarət alıb, hadisə yerinə polis əməkdaşları, eləcə də digər operativ xidmətlərin əməkdaşları cəlb olunub. Ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib. Xırdalan şəhərində ağzı açıq qalan quyular sürücülər üçün ciddi təhlükə yaradır. Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumların təcili tədbir görməsini istəyirlər. Xatırlayıram ki, ilk buraxılışımızda da bax belə üstü açıq, ağzı açıq quyularla bağlı, kanalizasiya quyuları ilə bağlı bizə tamaşaçımız video göndərmişdi. Bu haqda danışmışdıq. Ümumiyyətlə bu az qala həllini tapmayan bir problem kimi illərdir davam edir. Paytaxt küçələrində növbəti qeyri-adi və maraqlı hadisə qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə ağ rəngli Toyota Prius markalı avtomobilin binanın qarşısındakı pilləkənlərin üzərində asılı vəziyyətdə qaldığı əks olunur. Hadisə Bakıdakı yaşayış binalarının birinin yaxınlığında baş verib. Sürücünün hansı səbəbdən bu cür hərəkət etdiyi məlum olmasa da avtomobil səkidən enmək istəyərkən pilləkənlərin üzərində ilişib qalır. Paytaxtın Binəqədi rayonunda yanğın olub. Hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Yanğına mühafizə bölmələri tərəfindən söndürülüb. Bir son dəqiqə məlumatı, amma həm də kədərli bir məlumat əldə etmişəm. Onu nəzərinizə çatdırmaq istəyirəm şifahi olaraq. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Samuqda çayda boğularaq vəfat edib. Samuqda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal Nəzərovun olduğu avtomobil çay yatağına düşüb. Axtarışlar nəticəsində onun nəşi aşkar edilib. Allah rəhmət eləsin. Son xəbər davam edir. Bakıda taksi qiymətləri ilə bağlı narazılıq yenidən artıb. Sərnişinin bildirdiyinə görə aeroportdan Xətai istiqamətinə gedişin qiyməti 40 manat təşkil edir. Sinxronu verəkmi? Çünki izləyici bu haqda danışırdı. Az sonra bu haqda məlumatı sizə ətraflı təqdim edəcəyik. Qaynar xəttimizə müraciət edən Şəkinin Qudula kəndinin sakinləri bildirirlər ki, kənd yolları su altında qaldığı üçün rayon mərkəzi ilə əlaqə kəsilib. Bu səbəbdən xüsusilə xəstəsi olan şəxslər təcili tibbi yardım çağıra bilmirlər. Sakinlər aidiyyatı qurumlardan problemin araşdırılmasını və qısa müddətdə həll olunmasını xahiş edirlər. Əməlli başlı Venesiyaya dönüb ki, Şəkinin Qudulu kəndi.
Qaynar xəttimizə daxil olan növbəti müraciət isə Yeni Balaxanı sakinlərindəndir. Onlar deyir ki, ərazidəki ağacların budaqları yüksək gərginlikli elektrik naqillərinə toxunur və bu ciddi təhlükə yaradır. Ağaclar var, qabaqdan köhnədən əkilmiş ağaclardır. Gəlib yüksək gərginlikli naqillərin tokun altındadır. Külək əsdiksən dəyir ora, iskıra verir, qığılcımlar hara qədər verir. Yağış vaxtı vahşi dəhşətdir. Həyətə çıxmaq, qapıdan keçmək mümkündür. Gəlin bir də nəzər salaq, sərnişini dinləyək. Xətayə vaxt vardı 5 manat, 6 manata gedirdik. İndi yaxınlaşsan deyir 40 manata aparılır Xətayə. 40 manata cəmaat Hansa rayona gedir. Ayrıqdan Xətayə 40 manata. Mən də bir sərnişin olaraq bununla rastlaşmışam. Rahat hava limanına öz avtomobilinlə girə bilirsən, taksi ilə gedə bilirsən, amma qaydanda taksilər, hansı ki gündəlik istifadə edirik, həmin taksilər hava limanına daxil ola bilmir deyə hava limanının içində olan taksilər də istənilən qiyməti deyir. Məsələn, 100 manata hardansa gəlirsənsə, gələ bilirsənsə, 40 manata da şəhərin içində hava limanından tutaq ki, Xətayiyə getməlisən. Qaynar xəttimizə daxil olan müraciət Novxanı qəsəbəsi Zərifə Əliyeva küçəsinin sakinindəndir. O, hər yağışdan sonra evinin və küçənin su altında qalmasından şikayət edir. Ərazidə kanalizasiya xəttinin olmaması bu problemin yaranmasına səbəb olur. Sakinlər aidiyyatı qurumlardan məsələlərin araşdırılmasını və problemin qısa zamanda həll edilməsini xahiş edirlər. Qaynar xəttimizə daha bir müraciət Yevlax rayonu Tanrıqullar kənd sakini Aygün Mədətovdan daxil olub. Evi yola yaxın yerləşdiyindən yüksək gərginlikli elektrik sayğacı evinin divarına quraşdırılıb. Bu ağır voltluq tok. Görürsünüz ki, stolpada olan tok gəlib evə birləşir. Gördüyünüz kimi evə birləşir və külək əsəndə və kamaz keçəndə, yüklü kamazlar keçəndə ana yola yaxındır və bütün marşrut xətti bizim yoldan keçir. Gördüyünüz bu tok külək olanda da, həmin kamazlar keçəndə də zamkan eləyir, şunura dəyir və qısa qapanma deyək, baş verir. Dəfələrlə olubdur ki, şikayət eləmişəm, dəfələrlə olubdur ki, müraciətimə baxmayıblar, hər gün aya, günü-günə, ili-ilə yola veriblər. Bəs yaxşı, burada ev yanarsa, həm də aşağıda da uşaq əlini toka vurarsa, kim məsuliyyət daşıyır? İsmayıllı rayonunun Sərsura kənd sakini bildirir ki, Ağsu çayında sel təhlükəsi yaranıb və güclü axının yaşayış evlərini yuyub aparacağından narahatdır. Bura İsmayıl rayonunun Sərsura kəndidir. Asfalt buradan gedir. Saya sel də gəlir, yuyur buranı. Buradan uşaq keçir, körpə keçir, nə bilim. Və az qalıb ki, evlərə çatsın. Bir baxan yoxdur, eləyən yoxdur. Maraqlanan yoxdur. Xahiş edir, buna bir əlac verir. Məşhur nəğmədə deyilir, evimin bir tərəfində yazdır, bir tərəfində payız, bir tərəfində işıq, bir tərəfində qaranlıq. Bəli, deməli, indi suyun bolluğundan danışdıq, suyun bolluğunun yaratdığı narahatlıqdan danışdıq. Amma Suraxanı rayonundan, Bülbülə qəsəbəsindən, 3-cü mədən Samir Əliyev küçəsi ev 25-də yaşayan sakinlərin müraciəti tam başqadır. Artıq 3 gündür yaşadıqları evə, ünvana su verilmir. Samir Əliyev küçəsi ev 25'dir. Bax, su gəlmir. 2-3 gündür suyu vermirlər bura. Görürsünüz də, 1 qram işlətməyə suyumuz yoxdur. Su idarəsinə zəng eləyirik, nə telefonu götürürlər, nə bir şey. Qaynar xəttə də zəng eləyirik, deyirlər ki, verəcəyik, maşın göndərəcəyik, nə maşın gəlir, nə bir şey.
Fövqəladə Hallar Nazirliyi Gəncə şəhəri Yeni Gəncə yaşayış masivində yerləşən nəhəng daş ticarət mərkəzində təlim keçirib. Təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğına mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi. Habelə obyektin aidiyyatı heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub. Təlimə ümumilikdə 40 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib. (051-583-2408) bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı yazın və çəkin bizə video göndərin. Son xəbərdə sizə təqdim edək. Tovuzda Eyyublu kəndində 32 yaşlı Elməddin Quliyev adlı şəxs kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı həmkəndlisi Asəf Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxs kənddəki kafelərdən birində içki məclisində olublar. İlkin məlumata görə bu zaman Asəf Rüstəmov digər masada əyləşən şəxslərlə zarafat edib. Onun bu davranışı həmkəndlisi Elməddin Quliyevin narazılığına səbəb olub və aralarında mübahisə yaranıb. Daha sonra tərəflər kafedən çıxaraq yaxınlıqdakı çayxanada da mübahisəni davam etdiriblər. Bu zaman Asəf Rüstəmov bıçaqla Elməddin Quliyevin ürək nahiyəsinə zərbə indirib. Nəticədə Elməddin Quliyev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalar davam etdirilir. Son günlər bütün dünya Rusiya-Ukrayna müharibəsinə fokuslanıb. Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən böyük sürtkü materialları istehsalçılarından biri olan Ufa neft emalı zavoduna zərbə indirib. Və Ukrayna dövlət başçısı bu zavodun cəbhə xəttindən 1300 kilometrdən çox məsafədə yerləşdiyini və artıq ikinci dəfədir vurulduğunu açıqlayıb. Zelenski həmçinin Penza vilayətində Rusiya hərbi sənaye kompleksinin raket komponentlərinin hazırlanması və istehsalı ilə məşğul olan strateji obyektinə zərbələr indirildiyini də diqqətə çatdırıb və videoları Instagramda paylaşıb. Ukrayna lideri bu obyektin cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşdiyini bildirib. Sülh lazımdır və məhz bunu Rusiya rəhbərliyi dərk etməlidir. Rusiya öz müharibəsini bitirməlidir. Rusiya rəhbərliyi bunun üçün bütün imkanlara malikdir deyə Zelenski vurğulayıb. Qaydaq yerli xəbərlərə. Bakıda baş verən yol qəzasının videosu anbaan görüntüləri anbaan kameraya düşüb. Hadisə paytaxtın Mehdi Abbasov küçəsində qeydə alınıb. Marketin qarşısında dayanan Mercedes markalı avtomobilin sürücüsü geriyə hərəkət edərək yoluna düzəlib. O hərəkətə başlayaraq yol ayrıcısına doğru irəliyib. Bu zaman diqqətsizlik edərək sola dönən avtomobilə çırpılıb. Baş yolda hərəkət edən Mercedes markalı avtomobilin sürücüsü parklanma yerindən yola çıxarkən digər sürücüdə yanlış təəssürat yaradıb. Görüntünü qeydə alan sürücü qarşı tərəfin ona yol verəcəyini düşünərək hərəkətə başlayıb və nəticədə bax, qəza belə qaçılmaz olub. Paytaxtın Nərimanov rayonu İzzətdin Həsənoğlu küçəsində piyadanın qayda pozması təhlükəli vəziyyət yaradıb. Görüntülərdən aydın olur ki, yaşlı qadın yaxınlaşmaqda olan avtomobilə diqqət yetirmədən yolu müəyyən edilməmiş yerdən qaçaraq keçməyə çalışır. Bu zaman o həm özünü, həm də sürücünün həyatını təhlükəyə atır və piyada son anda avtomobili görsə də qəzanın qarşısını sürücünün operativ reaksiyası sayəsində alınıb. Belə ki, sürücü sükanı sağa yönəldərək qadını vurmaqdan son anda yayınıb. Xəbər ziyafətimizi bugün yekunlaşdırırıq. Sabah yenidən görüşərik 22:20-də. Vədimizə sadiq olaq.